Neftin bir barilinin qiyməti də 1,39% azalaraq $69.36 bərabər olub. Davam edirik. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə 58 ailə 237 nəfər yola salınıb. Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Sevincimizin həddi tutuğu yoxdur. Köçürük öz doğma vətənimizə. Allah dövlətimizə can sağlığı versin. Sevincimizin həddi tutuğu yoxdur. Çünki oğlanlarımın 4 oğlum var. Onlardan birincisi də gedir vətənə. Öz elimizə, öz obamıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı arzuluyuruq. Bizim üçün çox xoşdur. İndi isə hava haqqında bugün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı